Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U12 liqası Araz Bakı Old Baku qarşılaşmasını sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komanda gözəl oyunla yadda qalacaq. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda Old Baku. Qapıda 12 Yusuf Vəliyev, 7 Yusuf Zəkiyev. İndi Old Baku hücumdadır. Qapıya zərbə, Ömər qola yaxın olur. 10 nömrə Ömər Zülfüqar, 13 Adəm Davidov, 15 Taqverdiyev, 19 Ayxan Cəfərli, 22 Turxan İbrahimli, 23 Samir İsayev, 44 Nurlan Ələsgərov. Komandanın baş məşqçi Şamil Məmmədov, köməkçi məşqçi Rəsul Əlizadə. Araz Bakıda 1 nömrə İbrahim Məmmədli, 2 Hüseyin Məmmədov, 3 Yusif Teymurzadə, 4 Əbilfəz Cabbarlı, 7 Nəriman Binyamin, 9 Fərman İsmailov, 11 Malik Müzəffərli, 14 Toğrul Əmrahov. Komandanın baş məşqçisi Mənsur müəllimdir. Mənsur Əhmədov. Hörmətli tamaşaçılar, qeyd edim ki, bugün Gol TV'də U10 liqasının bir görüşü sizlərə təqdim olundu. Vətən və Rofum üzrə gəldi. Həmin görüşdə qapılara 10 qol vuruldu. İnanırıq ki, bu oyunda da hər iki komanda vurduqları gözəl qolla hər birimizi sevindirəcək. Yusuf outdan topu oyuna daxil edir. Nurlan qarşılar, hücum davam edəcək. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugün gəlin qapı istiqamətinə zərbə və qapıcı bu topun qarşısını kəsir. Qeyd edim ki, bugün Araz Bakının 5 nömrəli futbolçusu Nihat Ələsgərov bugünkü görüşdə iştirak edə bilmir. Çox istərik ki, onu da bugün oyunda görək. Yenidən Ömər, amma Əbilfəz onun qarşısını ikinciden zərbə ilə səhv etməmsi Taqverdi top oyuna daxil edəcək. İçəriyə doğru ötmə, qapıya zərbə vurmağa yox imkan tapmadılar. Nicatın zərbəsi yox. İndi Nicat az qala rəqibdən top almağa bacaracaqdı. Sürətli əks hücum. Fərman 9 nömrə hələ ki topladı. Mərkəzdən qapıya zərbəsi, qapıcı Yusuf Əliyev. İçəriyə doğru daha bir itirmə. Artıq hər iki komandanın qapı istiqamətini indirdiyi bir təhlükəli zərbə oldu. İrəliyə doğru daha bir itirmə izlədik. Sağ canaha doğru ötürmə. Turxan ötürmə yox, keçmədi. Nəriman Binyamin ona qarşı Taqverdi. İçəriyə daxil oldu. Qapıya zərbə İbrahim. Daha bir zərbə Yusufin. Zərbəsi qapının yanından keçdi. Outdan Old Baku oyuncuları top oyuna daxili Taqverdi. Mərkəzdə oynayır. Samir. Hələ ki top Samirdə qalan indi Old Baku az qala topu rəqibə verəcəkdi. Samirdən allaca hərəkətlər qapı istiqamətinə və ikinciden zərbə qazanları komandasına. Səyid Hüseynli Araz Bakı heyətində biz onu da oyunda görürük. Daha bir Old Baku hücumu, amma az qala Old Baku hücumu təhlükəli olacaqdır. İleriyə doğru daha bir ötürmə izləyirik. Bilirsiniz ki, 12 liqasında meydançanı tərk edən oyuncu yenidən oyuna qayıda bilər. Turxan İbrahimli sağdan bir rəqibini keçdi. Çox sürətli. Artıq içəriyə daxil ötürmə. Zərbə və qol. Old Baku hesabı açır. Komandanın 7 nömrəsi Yusuf Zəkiyev Turxan İbrahiminin gözəl ötürməsini qola çevirir. Çox ağıllı bir ötürmə idi. Paxıllıq etmədi. Boş mövqedə
komanda yoldaşını ötürüm edir və bu cür gol sevinci ilə bu qolu qeyd edirlər. Gün zərbəsi ilə içəriyə doğru ötürmə, qapıya yox, zərbə vurmaq mümkün olmur. Müdafiəçilər topu uzaqlaşdırır. Binyamin Fərman üzr istəyirəm. Yusif və hakim ilk hissənin başa çatdığını bildirir. İkinci hissə başladı, bir daha hər iki komandaya uğurlar arzu edirik. İlk hissədə qapılara cəmi bir gol vuruldu və az qala hər şey burada Araz Bakı, Uzbakı üçün yaxşı qurtarır. Geriyə qarşılaşmada vurulan yeganə qolun müəllifi komandanın 7 nömrəsi, daha doğrusu Uzbakının 7 nömrəli oyuncusu Yusif Zəkiyevdir. Qapıdan zərbə ilə İbrahim Məmmədli Araz Bakı top oyuna daxil etməyə hazırlaşır. İrəliyə doğru ötürmə. Nurlan qarşıladı. Hücum davam edəcək. Saiddən irəliyə doğru ötürmə. Nərman Binyamin Toğrul solla oynuyor. İçəriyə daha bir ötürmə yox. Nurlan sağ cinaha Turxan istiqamətini əla. Turxan çox sürətlidir və rəqibini keçməyi bacarır bu epizodda. İçəriyə doğru ötürmə yox. Başla zərbə. Təhlükəli hücumda yadda qalır Uzbakı. Yusif az qala ikinci qolunu sürədə ikinci məhsullar ötürməsini Turxan İbrahim edəcəkdir. Bugün onun qarşısını kəsmək Araz Bakı üçün bir qədər çətin görünür. Sürədə sürətli keçidlərinin şahidi olur bu dəqiqələrə qədər. Fərman İsmailov. Fərman. Hələ ki, nə ötürmə etmək oyuncu axtarır, amma qapıya zərbə vurmağa da bir qədər gecikir. Geriyə Said Hüseynli. Malik. Nurlan ona qarşı oynayır və qayda pozulur. Hakim bildirir ki, burada Nurlan qaydanı pozmuşdu. Cəlmə zərbəsini Fərman yerinə yetirəcək. Hərçənd ki, Nurlan bu qayda pozusuyla barışmadı. İçəriyə və qapıya zərbə qapıcı Yusif Əliyev topu uzaqlaşdırır. Amma Araz Bakı hesabı bərabərləşdirməyə çalışırdı. Ömer Zülfüqar Turxanla oynuyor. Turxandan özü qapıya zərbə vurmağa. Gün zərbəsi ilə Uzbakı Nicat onun ötürmək gözür içəriyə doğru ötürmə etməyə qərar verdi. Nurlan Ələsgərov uzaq məsafədən qapıya zərbəsi. Qapıcı İbrahim Məmmədli top meydanı tərk eləmədi. Turxan topladı, keçdi rəqibini, qapıya baxdı, amma İbrahim qapısında diqqətlidir. Gün zərbəsi ilə Uzbakı topu oyuna daxil edəcək. İçəriyə doğru ötürmə, qapıcı Ələsgərov. Nicat. Artıq qarşılaşmanın da sonlarına doğru gedirik. Fərmanı görək Araz Bakının bir hücum şansı olacaq. Top meydanı tərk eləmədi. Ömer. Said var onun qarşısında. Ömer hələ ki topla öz qapıya zərbə indirdi. İbrahimdən irəliyə doğru ötürmə görək yox. Nicat Quliyev. Takip edirlər, divar ötürməsi etmək istəyirdi. Amma Uzbakı yenidən Turxan. Onun ötürmələri çox təhlükəli olur. Səid və top meydanı tərk edir.
Bünyamin sola düş. İrəliyə doğru daha bir ötürmək izləyirik. Qapıcı İbrahim Məmmədli. Malik ortaya düş. Və beləliklə qarşılaşma başa çatır hörmətli futbol azarkeşləri hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Araz Bakıda komandanın bir nömrəli qapıcısı İbrahim Məmmədli, oyunun ulduzu isə Oldu Bakunun 22 nömrəli futbolçusu Turxan İbrahimlidir. Hörmətli tamaşaçılar, gələn görüşlərə.